Ağdaşda güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Xınalıqlı kənd ərazisində qeydə alınıb. Rayonda əsən güclü külək qısa zamanda yanğının genişlənməsinə səbəb olub. Nəticədə yanğın kənd ərazisində qəbirstanlığa keçib və qəbirstanlıq ərazisində ağaclara, qəbirlərə və baş daşlarına xeyli ziyan vurub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdaş yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın nəticəsində kənd qəbirstanlıq ərazisində 200 kvadrat metr ərazidə qəbir daşlarına ziyan dəyib. Eləcə də taxta başlarla qəbir daşları yanaraq kül olub. Hadisə dünən heç nə, adəti üzrə yenə iş başında olduğumuz zaman, yəni Veysel Qaranın ziyarətgahında oturmuşduq. Bir anlıq havada da güclü külək müşahidə olunurdu və bir anlıq baxdıq ki, yanğın olsa tüstü qalxdı və gəldi ki, qəbirstanlığın həyətinə od düşüb. Və bu da təbii ki, gördüyünüz kimi yanğın əhatəsi güclü külək səbəbindən böyüməyə çalışdı və biz də bu öz növbəmizdə özümüzü itirmədik və Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət elədik. Onlar da öz növbələrində hadisə yerinə gəldilər və biz də onlarla bərabər cəmaət olaraq yolumuzu itirməliyik. Yanğının söndürülməsində güc, birlik göstərdik və nəticədə düzdür, çox hissə yansa belə yanğının qarşısını almağına nail olduq. Bu hadisə ilə əlaqədar mən də eşitdim. Bu yanğın hadisəsi olandan sonra, söndürüləndən sonra eşitdim. Gəldim bura ki, qəbir daşlarımızdan baxım, maraqlanım. Burada atamız, babamız, nənəmiz, babamız dəfn olunubdur. Görək necə ziyanlıqlar dəyibdir. Onunla əlaqədar maraqlandım, gəldim bura. Məlum yanğın hadisəsi Birəzə kəndinin əhatə etdiyi Qaraoğlan və Xınaqlı kəndinin sərhəddində baş vermişdir. Şiddətli külək nəticəsində yanğın böyük ərazidə əhatə etmişdir. Lakin Fövqəladə Hallar mühafizə xidmətinə müraciət etdikdən sonra onlar təxirə salmaz əməliyyat tədbiri apararaq hadisəyə müdaxilə etmişlər və yanğın hadisəsinin daha böyük fürsət almaması üçün tədbirlər görmüşlər. Hazırda ən demək olar ziyan həmin Xınaqlı kənd ərazisində olan qəbirstanlıqda baş vermişdir. Qəbirstanlıq ərazisində yaşıllığa və məzar daşlarına dəymiş zərəri yaxından araşdırılır. Yaşıllıqlara müəyyən qədər ziyan dəymişdir. Taxta materialına olan qəbir daşlarına isə müəyyən qədər ziyan görmüşdür. Yanğın söndürənlərin səyi ilə ərazidə yanğın söndürülüb. Fakt araşdırılır. Agil Əsədov, Nilüfər Qəhrəmanova, Ağdaş.